şiə gəlbəzm əzaya, səni səsləyir Hüseyn. Matəm al əbaya, səni səsləyir Hüseyn. Ay Mehriyar əziz, Əyyam Mühərrəm yaxınlaşanda, başlayanda, Tasu'a və Aşuraya yetişəndə siz hansı nöhə, hansı şeirdir ki, qalıb zehninizdə, bu əyyama yetişəndə, bu halı başlananda zehninizdə onu mürur edəsiniz? Muharrem və məxsusən dəhiyə əvvəl Muharrem çox böyük bir fürsətdir buna ki, insan eləyə bilər özünə qeydə. Fəqət bir suala cavab verəcəkdir. Bizdən istəyirdi bu suala özümüz cavab verək. O da buydu ki, rəmz buy ki, Nehzət-i Aşura bəd az 1400 il mandıqar qalıb, qalarğı qalıb və cavidanə qalıb və cavidanə də qalacaq ta bəşəriyyət var. Və ta روز qiyamət ki, söhbətdən erilətdə روز qiyamətdə də ki, Həzrət Fatimə Zəhra nə cür səhraya orada qiyamətə gələcəkdir, hər şey qiyamətə. Bunların hamısına bir dənə biz gəl cavab tapaq. Dəlili bu cavidanəlik nə mənədir? Əgər onu tapsaq, biz Muharrəmi yaxşı dərk eləmişik. Düzdür, bu bir nohədəyi, bir şuardəyi. Bəli, mən hər vaxt Muharrəm gələndə, hər vaxt əzay İmam Hüseyn mətrəh olanda, hər vaxt şəhərdə bu qərə pərçəmlər göyə qozananda, bilafasitə ustad və dostumuzun sözü yadıma düşər ki, əgər bu suala cavab tapdın, Muharrəmdən bəhrəməndirsən. Cavab tapmasan, şayət bir miqdar istifadən az olacaq. Ay Mehriyar, İmam Hüseyn əleyhissalam salı 65 qəməridə معدود idi. یاران او افرادی که بلسینن همراهlık elədilər Səhrayı Kərbələdə. Fəzایی ki o zamanədə var imiş, به هر حال elə bir fəza imiş ki معدود افراد İmam Hüseyn əleyhissalamın köməkliyinə gəldilər. Hala 72 nəfərdən yad olunur. Bu 72 nəfərin xasiyyətləri nə idi? Nə var idi? Ürəklərində, qəlblərində nə var idi ki, o zamanədə ki, minlərlə nəfər səf bağladı İmam Hüseyn əleyhissalamın qabağında, bunlar dayandılar İmam Hüseyn əleyhissalamın yanında. Xasiyyətləri nə idi bu əfradın? Nəzərə gəlir ki, istəyəm çox xülasə cavab verəm, cəhət deyəm ki, onların o tədad nəfərat ki vardılar İmam Hüseynlə Səhrayı Kərbəlada, onların fitrətlərinin üstün toz topraq tutmamışdı. Ya deyək, bu cür deyək, onların fitrətləri paslanmamışdı. O iddə fitrətlərin salim saxlamışdılar. Baxın, yaran İmam Hüseyn əz nəzəri məarifi və mərifəti çox müxtəlif rütbələrdə qərar tapmışdılar. Məsələn, şəhədai Kərbəlada biz görürük ki, Boreyr şəhid olur, Cun şəhid olur. Bəd ارز دلیم که خود خاندان اهل بیتیdən Həzrəti Əli Əkbər şəhid olur. Baxsaq bunların rütbələrin zirə mərifəti müxtəlifdir. Amma bir dənə mövzuda bunlar müştərəkdirlər. O da budur ki, bunların fitrətlərində mövzu-i məsumcuyi və niyaz-ı be məsum diridir. Hənuz maddiyyat, məniyyətlər, dünyəvi məsail, qudrət və hətta hamısından mühüm qorxu. Qorxu bunların fitrətlərindən bir iş görə bilməyibdir. Ay Mehriyar, biz Muharrəm əyyamında bu cümləni mudam mürur elərik. Ya leytena kunna ma'ak, ya leyteni kuntu ma'ak. Xitab be İmam Hüseyn əleyhissalam deyirik, ey kaş mən də oleydim, sizinlə oleydim. Səhrayı Kərbəlada, o vaqiədə, o ərsədə sizinlə həmrahlıq eləyirdim. Ağay Mehriyar buzurgvar, fərz eləsək ki, qeydir 1370-80 il qabağa ərsəyi Kərbəladadır. Bu əl İmam Hüseyn əleyhissalam با yaran qəlil, o əldə sufuf mütəəddid düşmən. Ay Mehriyar özün ha tərəfdə görür. Çox çətin bir sualdır. Məxsusən mən ki böyük müsabiqət görmüşəm olimpik həddində və işin çətinliyin
böyük vaqiələrdə, böyük ruydadlarda bir miqdar fəhm eləmişəm. Nə dər həddə qəziyyə Kərbəla ərz eləyəm ha? Yox, o hətta elə vərzişlər deyirəm biləcək. Ki, beyn meydan müsabiqə və beyn meydan təmrin və beyn meydan iddia çox fasilə var. Siz həttəmən eşitmisiniz o qəziyyəni ki, bir nəfər istəyirdi ki, kürəyinə o şerin əksin, xalqu beləsin. Vəli tabi yoxdur o iynələrin ağrısına. Ta istəyirdən iynə vursun, deydi, xub, məsələn, bu harası, deydi, quyruğu, deydi, quyruğundan geç. Bu haradır bədənidir, bədənindən geç. Bu haradır başıdır, başından geç, da bu xalqu ola bilməz. Mənim indi sözüm müxatəblərlə budur. Vaqən biz təmrin eləmişik. Görək əslən bu sözün mənası nə mənədir? Yəni, hətta به قول مرحوم صفایی که bir böyük نویسنده‌ایdir, Allah rəhmətinə gedibdi, Əliyə Səfai. O yazır ki, aya mən amadiyəm öz xanımımı və uşağımı dolanmağa, şəhadətə yox. Aparam bir daha məntəqəyə ki, orada ağac yox, su yox, imkanat yox. Aparam orada bunlara dolanmağa. Məndə bu cürət var. Mən özümüzdən soruşuram. Bizdə bu cürət var ki, öz əzizimizi götürüq, aparaq o quru yerdə, Kərbəla kimi yerdə müstəqər eləyək. Həman işi ki, Həzrət İbrahim, Həzrət İsmail ilə gördü. Məkkənin o daşlarında ki, İsat yox idi, bir çöllü bərri biyabanıdır, ləm yəzrə bir yeridir. Gətirək öz balamızı qoyaq orada. Nə şəhadətə, nə böyük bir cəngə, nə bu ki, atalarının başını kəsmağını görsünlər, nə bu ki, əzizlərinin qurban qağa getmağını görsünlər. Yox, hətta aparaq dolanmağa. Çox çətindir bu iddianı eləyəsən. Məgər bu ki, təmrindən başuca çıxasan. Hələ təmrindən deyirəm, çünki bizə bu müsabiqə şayad üz verməyə, əlbəttə bir dələn üz verdi, 8 il difai müqəddəs illərində bir iddə cananə, vaqəən pak niyyətlə qədəm qoydular və şəhadət dərəcəsinə yetişdilər. Xob, o bir dənə təmrin dolara və meydan müsabiqədə başuca çıxdılar. Sizin fərmayışsın qabağında ki, mən özümü harda görürəm, mən həmişə Allaha şükr eləmişəm və yenə şükr edirəm ki, Xudavəndə, şakirəm ki, məni o əyyamda dünyaya gətirməmsən. Mən qorxuram. Niyə qorxuram? Qorxuram, baxıram, görürəm ki, kimlər var, hansı sabiqəyə dini və məzhəbi ilə tarixdə var ki, eləyənmədilər Hüseyni həmrahlıq eləsinlər. Mən qorxuram. Mən heç iddiam yoxdur. Ay Mehriya, bu çox böyük bir imtahandır. Tövfiq-i ilahi şamil halınız olubdur. Bu imtahandan sərbələnd çıxmısınız. İmam Hüseyn əleyhissalamın sipahını intikhab eləmisiniz. İmam Hüseyn əleyhissalam biləzi çağırır, ehtimalən Çiçi adına da xitab edir. Deyir ki, Asadıq, bura ərsi-i Kərbəladır, nəticə məlumdur. Sən də müxəyyərsən, nəzür istəsən bizə köməklik eləyəsən. Bu ərsədə harda istəsən bizə xidmət eləyəsən. Cavabınız nə mənədir imamə? Xob, biz bu cür fərz eləyək ki, fərmayış İmam Məsum indilə bu hal hazırda bizə yetişir. Nə 1400 il bundan qabaq, 1200 il bundan qabaq. İndi yetişir biləmizə ki, nə cür eləyə biləsən, bizə köməklik eləyəsən. Mən təsəvvürüm budur, əvvəlin vəzifə budur ki, insan özü üzmək öyrəşsin. Niyə üzmək öyrəşsin? Birinci sabah düşdü suya, öz boğulmağı ilə bir dədə xətərə salmasın. Əvvəlcən mən gərək Hüseyni olam. Və sonra qədəm qoyam Hüseynin yolunda fəaliyyət və xidmət eləməyə. Mən özümdən sual edirəm, heç mən işim yoxdur. Mən Hüseyni olmağa nə qədər təlaş eləmişəm? Ay Mehriyar, söhbətlərinizdən məlumdur, illərdir dəğdəğəz İmam Hüseyn əleyhissalam və vaqei
bu dəğdəğəyə İmam Hüseyn əleyhissalam istəyirəm bura yetirəm. Yəni siz məlumdur ki, illər boyudur bu zəminədə fikr edirsiniz, dəğdəğəz var, niyaransunuz. İndi bizim burada zəbtimiz qutulur, bərnaməmiz qutulur. Siz təşrif aparırsınız evə, gedirsiniz evə. Evdə xanıvadə uşaqlar deyirlər ki, bir dənə qonağım vardı otaqda, o birisi otaqda sənə müntəzirdir. Otağa açırsınız, İmam Hüseyn əleyhissalam otaqdadır. Müşərrəf olmusunuz İmam Hüseyn əleyhissalamın öz məhzərinə. Bəd az bir belə il təhqiq, bir belə il bu məsələyə müdaqiqə eləmək. İmam Hüseynlə nə sözünüz var danışmağa? Nə mənə istəyirsiniz deyəsiniz belələrinə? Xub, sizin bu sualınızdan qabaq məmulən mənim özü bəzi vaxt ki, fürsət oladan 5-6 dəqiqə olsun, özü ilə xəlvət eləsin. Bilirsiniz da imamlarımız Nur-u Vahiddirlər, heç fərqləri yoxdur bir-birinə. Və mən bu səhnəni İmam-ı Zaman Əcəlallahu Teala fərzi o şərif ilə öz zehnimdə mücəssəm edərəm ki, əgər bir ləhzə məsələn bu ittifaq düşdü və mən gördüm ki, İmamın məhzərini deyəm, neyniyəm. Mən həmişə bu cür fikirləmişəm, həmişə ki, əgər olar, icazə verər, başımı qoyum dizlərinin üstünə və heç kəlmə demərəm, heç saat. Fəqət başımı qoyum dizinin üstünə və özümü tapşırırım o həzrətə. Kamil aramışdı. Əgər də eləyə bildim, fürsət tapdım, o Esra İmamın dizlərinin üstündə müfəssəl bir ağlaram. Müfəssəl ağlaram ki, deyəm, heyf ki, sizin tamam zəhmətlərinizi mən və mənə nə olar, hədər edirək. Niyə görə indi bu gün İslam, din, əimmə və şiənin adi bəzilərin əməl kərdi ilə bu cür düşə qürbətə? Ay Mehriyar, sözsüz İmam əleyhissalamdan nə mənə eşidəsiniz? Xub, deyirlər ki, arzu və cavananə ibiniz. Biz də cavananə deyiruzudan. Mən 2 dənə kəlmə var Qur'anda. Bəhs rəzayət ilahi. Rəzu olmalıdır, rəzu. Yəni Allah səndən razı və sən Allahdan razı. Mən tənha və tənha arzum budur ki, bir gün öz imamımdan bu sözü eşidirəm ki, şəbihi həman söz ki, İmam-ı Məsum Şah Əbdüləzimə buyurdu, Əbdüləzimə Həsəniyə buyurdu. Fəqət arzum budur ki, bu kəlmə çox, yəni, bu cür deyim ki, çətin yetişmək olur. Bəli, bu kəlməni söyləmişdim ömrün axirində ki, biz səndən razıyıq.